Dostluq mənim nəzərimdə səmimiyyətdir, sədaqətdir. Dostluq həyatda ən önəmli mövzulardan biridir. Biz ümumiyyətlə həyatda ən çox sınandığımız məsələ insanlarla münasibətimizdir. İnsanlar bir-birinin imtahan vasitəsidir və dostlar da həmişə bir-biri ilə imtahan olunur. Keçmişdə dostluq daha davamlı olurdu, mən hesab edirəm. Düzdür, mən ümumiyyətlə o adamlardan deyiləm ki, həmişə keçmişin tərəfində dayanım və müasir nə varsa onu pisləyim. Hər dövrün özünə məxsus üstün və zəif cəhətləri var. Amma hal-hazırda bir qədər hesab edirəm ki, dostluq münasibətləri zədələnib. İnsanların bir-birindən gözləntisi daha çox olub və insanlar bir-birinin nöqsanlarına az səbr edirlər, dözürlər və görürsünüz ki, münasibətlər pozulur. İllər keçdikcə insanlar çevrələrini tez-tez dəyişir. Amma əvvəllər insanlar dostlarının səhvlərinə, xətalarına daha çox səbirli olardı, dözərdilər və dostluqda da ən əsas məsələlərdən biri qarşı tərəfə dözməkdir. Dost təkcə bizim zövqümüzə uyğun adam olmalı deyil. Eyni zamanda hərdən bizə səhvlərimizi, xətalarımızı xatırladan insan olmalıdır. Yəni biz bəzən dostu ancaq bizi təsdiqləyən adam kimi qəbul edirik və elə adamlarla dostluq eləməyə üstünlük veririk ki, o zaman bizim aramızda konflikt olmur. Amma dostluq daha geniş anlayışdır. Hədislərdə də qeyd olunur. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, qardaşlarımın içində mənə ən sevimlisi eyiblərimi mənə hədiyyə eləyəndir. Yəni dost eybi insana hədiyyə eləyən insandır. Səhvlərini insana tanıttırandır. Çünki əgər biz birini çox istəyiriksə, onu eyibsiz görmək istəyirik və eyibdən də azad olmaq üçün, nöqsanlardan azad olmaq üçün ona yardımcı olmağa çalışarıq.